Uşaqlar, bu günləri mən Adəm balamız üçün gözəl bir hədiyyə təqdim edəcəyəm. Bu hədiyyəni mənim sinifimdə bir qızım oxuyur, adı Cəmilədir. O Cəmilənin valideynləri hazırlayıblar. Mən bilirəm ki, bu hədiyyə Adəm balamın çox xoşuna gələcək. Necə hədiyyədir Adəm? Çox gözəldir. Uşaqlar, bu Adəm balamızın axı siz bilirsiniz ki, atası müharibədə qalib gəldi, şəhid oldu axı, bizim torpaqlarımızı geri almışdı. Və bizim Cəmilə balamız isə, onun düşüncəli valideynləri, onun üçün gözəl, maraqlı bir hədiyyə hazırlayıblar. Mən bu hədiyyəni Cəmilənin atasının, valideynlərinin adından və sinifimizin adından Adəmə təqdim edirəm. Güzel şəkildə Adəm, bax hamınız buradasınız. Bu da sənin atandır. Ruhu şad olsun. Güzel bana.